Çox gəncliyimdə bizdə bəzən dağlıq zonada gözəllər bulaq başına gələrdi, ancaq bizdə Kürüqrama gəlirlər. Və bunlar hamısı şeir edir. Şeirin birində deyirdim, "A doğma diyarım, Acarlı kəndi, mənə ünvan olan adına qurban, üzüm dönər uzaq düşsəm sinəndən ocağına qurban, oduna qurban. Mətfənim də sənsən, məskənim də sən, hər kolum mənim üçün gül çələngidir, tozlu küçələrin, çopur yolların, ən böyük parkların ən qəşəngidir. Ona öyünləm ki, Acarlı kəndi, sənə ana deyən oğlum, qızım var, dünya nemətindən təhsil akəndim, bircə qarışında mənim gözüm var. Zarlım bir qarış da bizim üçün müqəddəsdir, gözəldir." Əziz tamaşaçılar, düz deyirlər ki, Kürüqranda yaşayan insanlar istedadlı olur. Həqiqətən də Abdüləziz müəllim bugünkü gün buna canlı sübutdur. Davam edelim. Azizim düz gələr, dərə təpə düz gələr. Sensizlik ruhumu canımdan aldı, məcnun libasında çöllərə saldı. Sen getdin, əbəd mənimlə qaldı, dərdim vəfalıymış özündən sənin, belə mi düşmüşəm gözündən sənin? Əzizim, düz gələk, dərə təpə düz gələk. Təsəllidir bu. Mən diyetadıyam. Həqiqətən də diyetadıyam ha. Həqiqətən bu gün pozum mən diyetamı. Gələndə maşa lazım deyəm bu. Valla bir dənə kətə yemişəm. Hə də, yavaş-yavaş hazırlarından ver. Sən o dadına bax. Bunu alaq